Mən buradan səslənirəm Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Cənab İlham Əliyevə. Cənab İlham Əliyev, bu mən Şuşaxanı Mənzil Komunal Təsərrüfat Birliyində fəaliyyət işləyirəm. Özümdə ikinci qrup əliləm. Bu yaxında da bir ay bundan da qabaq işlədiyim işdə infeksiya tutulma görə ağciyərimdən 14 gün qan hayqırma, daha doğrusu qan kusma ilə Ağciyər İnstitutunda yatdım. Cənab Prezident, mən bu video çəkilişim sizə müraciətimi, şikayətimi bildirmək üçündür. Şuşaxanı Mənzil Komunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədova qeyri-qanunsuz sənəddə əməl müqaviləsində Dalanda Realdası ştat briqadiri, qeyri-qanunsuz ştat briqadiri işlədirilir. Həmin o ştat briqadiri biz işçilər, fəhlələrə imkan vermir işləməyə. İmkan vermir, zulüm verir. Zulüm verir. Biz bunu dəfələrlə Şuşaxanı Mənzil Komunal Təsərrüfat Birliyinə rəislə müraciət eləsək də Şuşaxanı Mənzil Komunal Təsərrüfat Birliyinin rəisi bu məsələyə göz yumaraq onun elədiyi haqsızlara göz yumur. Yəni açıq desəm, Azərbaycan Respublikası əmək qanunlarına, Azərbaycan Respublikasının əmək prezidentin sərəncamı ilə təsdiq olmuş əmək qanunvericiliyinə tüpürərək bizə o Dalandarın əli ilə bizə zulüm verir. Dalandar sənətindədir, belə realda ştat briqadır işləyir, qeyri-qanunsuz. Bizə zulüm verir. Mənə gəlir, qardaş, üzr istəyirəm, cənab prezident, gəlir mənə deyir ki, 7 hektar Neftçilər Parkında bu soyuq havada xəstəxanadan təzə çıxmış ağciyər, ölümdən qayıtmış bir fəalləni deyir 7 hektarda bu yerləri şotka ilə yumalısan, pol əsislə yumalısan. Mən də ona izah eləyirəm ki, ay Ayda xanım, bu mənim işim deyil. Mənim dövlət buna görə mənə əmək haqqı vermir. Mənə dövlət əmək haqqını tullantını yığmaq üçün verir. 400 manat maaş alıram. 400 manat maaşa 7 hektar bu soyuq havada mən yer süpürüm. Bu bilirsiniz nə deməkdir? Bu Azərbaycan qanunlarına, əmək qanunlarına tüpürməkdir. Bu aydanın arxasında kim dayanıb? Cənab Prezident, kim dayanıb ki bu Azərbaycan qanunlarına tüpürüb mənə aşağılıcı hərəkətlər eləyir? Bu kimdir? Xahiş eləyirəm. Buna bir hektar yerin süpürülməsi üçün maaş verildiyi halda bu niyə heç 1 metrə belə süpürmədən briqadirlik eləyir, təhqir eləyir, alçaldır məni, nə bilim cındır deyir, oğraş deyir, nə bilim neynir. Bu nə deməkdir? Cənab Prezident, bu nə deməkdir? İcra başçısı, Bakı İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, sən hara baxırsan? Siz hara baxırsınız? Siz nə işlə məşğulsuz orada? Ki bu burada öz başına Neftçilər Parkına öz başınalıq gedir. Bu adam ümumiyyətlə ora briqadir, qeyri-qanunsuz briqadir. Gələn gündən o park pis günündədir. Nə bilim şeylər, zibil qablar dağındı, sökülüb, dağılıb, nə bilim üzr istəyirəm. İtlər, pişiklər oturacaqlara, nə bilim hədis ifrac eləyib, öz başınalıq baş alıb gedir. Bu adam ora parka gələndən qeyri-qanunsuz briqadir gələndən orada bu hadisələr baş verir. Bizi incidir. Bax, sual verirəm. Fəhlənin, tullantı yükləyən fəhlənin yeri yumaq, 7 hektar yeri bu soyuq havada yumaq qanunudur yoxsa qanunsuzdur? Eldar Əzizov, sən hara baxırsan? Siz hara baxırsınız? Niyə mi incidirsiniz siz bizi fəhlələri? Niyə incidirsiniz bu xalqı? Axı biz sizə nə eləmişik? Nə etmişik? Bir tikə çörəyimizi qazanırıq da. Ha? Bax niyə? Bax o kimdir? Xahiş eləyirəm. İcra Hakimiyyətinə, Bakı İcra Hakimiyyətinə xahiş eləyirəm. Araşdırılsın bu adam. Bu ayda kimdir? Bunun arxasında kim dayanıb ki bu qədər ona yüksək maaş verilir?
gəlir bizi təhqir edir, əmr verir, nə bilim nə qeyri-qanunsuz. Mən eşşək kimi işləyirəm, hamı da bütün xalq görür TikTokda şəhidlərimizin abidəsini yuyuram, öz hesabıma şampun alıram, yuyuram, təmizləyirəm, belə şey eləyirəm. Bu nədir bu? Cənab prezident, bu nədir? Ay Eldar Əzizov, bu nədir? Kimdir o gəlib bizi aşağılayır, fəaliyyəni aşağılayır? Bu ayda kimdir? Bu araşdırılsın. Xahiş edirəm bu araşdırılsın.